Meyvəli şirniyyat sevənlər əminəm ki, bu piroqu da çox sevəcəksiniz. İlk öncə videoda göstərdiyim kimi çiyələklərimizi balaca doğrayırıq. Qabımıza əlavə edirik. Üzərinə bir xörək qaşığı un əlavə edib qarışdırırıq və bir kənara qoyuruq. 3 yumurta, 150 qram şəkər. Mikserlə ağarana qədər qarışdırırıq. 50 ml bitki yağı, 50 ml süt, 150 qram xamal, 1 paket qabartma tozu, 1 paket vanil, 300 qram un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Qabımıza xəmirimizin yarısını əlavə edirik. Sonra doğradığımız çiyələklərimizi əlavə edirik. Sonra qalan xəmirimizi çiyələyimizin üstünə əlavə edirik. Üzərini çiyələklə bəzəyirik. Şəkər əlavə edirik. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada bişiririk. Bişib soyduqdan sonra üzərinə şəkər pudrası əlavə edirik. İzlədiyiniz üçün təşəkkürlər.